Mövzunu yəqin ki oxumusunuz. Ən azından yəni tanış oldunuz mövzu ilə. Hə müəllimlər? Bəli. Əla. Deməli voleybol Amerika Bəli, oxumuşam. əla. İlk bu qaydalarla bağlı həmişə dediyim kimi əsas diqqət yetirəcəyik qaydalara, meydan ölçüləri, meydan xəttləri, hakim işarələri, yəni bu tarixlərlə bağlı imtahanda yəqin ki bizə sual düşməyəcək. Əgər düşərsə sadəcə tanış oluruq, yəni yəqin ki biləcəyik. Amma yəni bir müəllim olaraq bilməli olduğumuz məqamları qısa olaraq qeyd eləmişəm. Voleybol 1895-ci ildə Amerikalı bədən tərbiyəsi müəllimi William Morgan tərəfindən yaradılıb və sonradan biraz da keşin istəyi ilə ilk adı Mintonette adlandırılmışdı bu oyunu. Sonradan voleybol ayrı-ayrı, yəni belə bir adla əvəz eləmişdi və nəhayət 1952-ci ildə artıq bu ayrı-ayrıyı deyil, birlikdə sözlə birləşdirərək müasir adı, yəni voleybol adını almışdı. Voleybol əl topu, uçan top anlamına gəlir. Uçan top mənasını verir. Voleybol oyununun Olimpiya oyunları proqramına daxil edilməsi rəsmi olaraq Tokyoya 1964-cü ildir səhv eləmirəmsə, 1964-cü ildə rəsmi olaraq Tokyoda 18-ci Olimpiya oyunları proqramına daxil edildi voleybol. Voleybolda bütün meydan xətlərinin qalınlığı 5 santimetrdir. Meydan özü 18-in 9-a ölçülü düzbucaqlı formasında olan bir oyun meydanda oynanılır voleybol. Ortadan tən xətlə 2 yerə meydan 2 yerə ayrılır. Yəni hər bir komandanın 9-un 9-a olan meydan ölçüsü var və bu 9 metrəlik zonalar 2 zonaya ayrılır. Hücum zonası və müdafiə zonası. Ortada yəni bir xətlə 3 metrəlik hücum zonası, 6 metrəlik isə müdafiə zonasına yer ayrılır hər bir komanda üçün. Yəni eynisi həm bizdədir, həm qarşı tərəfdədir, rəqib tərəfdədir. Bütün xətlər dedik 5 santimetrdir. Voleybol torunun hündürlüyü kişilər üçün 2.43, qadınlar üçün 2.24 santimetr götürülür beynəlxalq görüşlərdə. Voleybol torunun eni 1 metr və meydanda olan hissəsi desək götürsək 9 metr, yəni meydanın eni ilə bərabər, amma meydanın kənarlarına beynəlxalq görüşlərdə deyir ki, sağ-sol hissələrə 1 metr kənarlara çıxmalıdır voleybol toru. Və meydan xəttinin üzərində, torun üzərində daha doğrusu, meydan xətti ilə eyni ölçüdə, yəni 9 metrlik eyni ölçüdə antenlər quraşdırılır. Bu antenlər top havada olarkən meydanı tərk edib etməməsini bizə bildirmək üçündür. 1 metr 80 santimetr uzunluğunda olur. 1 metrəsi meydan torun içərisində, yəni 80 santısı isə tordan üst səviyyədə yuxarı hissəsində olur. Əgər top antenə dəyərsə, meydanı tərk etmiş hesab olunur. Amma voleybolda meydan xətlərin hamısı meydan hesab olunduğuna görə xəttin üzərinə düşən top meydanda sayılır. Yalnız antenlərə dəyərsə, antenə dəydisə meydandan çıxmış hesab olunur. Bu antenin də 10 santimetr belə deyək, ölçüdə bir diametri var. 1 metr 80 santı, 1 metr torun içərisində, 80 santısı tordan kənarda. Meydanda nömrələnməni deyək sizə müəllimlər. Deməli, bayaq dediyimiz kimi hücum zonası var və müdafiə zonası var. Deməli, ön hissədə 2, 3, 4-cü zonalarda
Hücum zonasının oyuncuları 5-6, birinci zonada isə müdafiə zonasının oyuncuları yerləşəcək. Hər bir komandanın minimum oyuna başlayarkən belə deyək 6 nəfərlik tam heyəti mütləq ki olmalıdır. Yəni məsələn futsalda deyirik ki minimum gərək 3 nəfər olsun ki oyuna başlayaq. Digərlər futbolda deyirik minimum 7 nəfər olsun ki oyuna başlayaq, amma voleybolda deyirik ki 6 nəfər tam yerində olmalıdır ki oyuna başlayaq. Və mütləq ki hər bir komandanın bir liberosu mütləq olmalıdır. Əgər beynəlxalq görüşlərdə icazə verilən ehtiyat oyuncuların sayı əgər artırılarsa, ehtiyat oyuncuların sayı artırılarsa, bu zaman ikinci liberonun olması da mütləqdir. Amma normalda 2 liberomuz ola bilər. Meydanda 1 liberodur. Amma ehtiyat oyuncuların sayı artırılacaqsa, onlardan biri də mütləq ki libero olmalıdır. Yəni komandanın 2 liberosu olmağı mütləq olacaq. Libero demişkən, liberolar hücum zərbələri, yəni tullanaraq hücum zərbələri endirə bilmirlər. Libero arxa xətt oyuncusu hesab olunur. Liberolar qarşı tərəfdən, yəni ön zonadan topu rəqib tərəfə keçirə bilərlər. Bu şərtlə ki, top torun üst səviyyəsindən aşağıda olmuş olsun. Bu vəziyyətdə topu rəqib tərəfə keçirə bilərlər. Liberolar servis başlama haqqları yoxdur, servis başlaya bilməzlər və tullanaraq hücum zərbələri endirə bilməzlər. Liberolar bir növ belə deyək, qapıcı kimi və yaxud da ki müdafiəçi kimi təsəvvür edin liberolar. Liberolar ön xəttdə oynaya bilməzlər və əgər dediyimiz kimi yer dəyişmə zamanı məcburiyyət yaransa ki, liberolar axşamınız xeyir yaşamam. Məcburiyyət yaransa... Buyurun. Əgər məcburiyyət yaranarsa ki, libero ön xəttə keçsin, bu zaman ön xəttə keçməyəcək. Təbii ki, ehtiyatdan, yəni libero əvəz olunacaq və ön xəttə keçmək üçün digər oyuncu meydana buraxılacaq. Liberolar ön xəttə oynaya bilmirlər. Deməli, əvəz etmə proseduru necə olacaq müəllimlər? Voleybolda əvəz etmə proseduru 3 tam və 6 natamam əvəz etmə proseduru deyirik. 3 tam əvəz etmə prosedurunu yəqin ki başa düşürsünüz. Yəni oyuncu oyundan alınır. Deyək ki, əli çıxdı, Vəli gəldi. Daha sonra yenidən Vəli çıxdı, 50 yenidən oyuna qayıtdısa, bu oldu tam əvəz etmə. Amma natamam əvəz etmə nədir? Yəni bir oyuncu çıxdı və geriyə dönüş etmədi. Bu daha sonra digər oyuncu çıxdı və s. Yəni bu oldu natamam əvəz etmə. Yəni bir oyuncu həm oyundan alınır və yenidən oyuna qaytarılır. Bu olur tam əvəz etmə. Liberoların oyun prosesi zamanı əvəz etmələri oyuncu əvəz etmə siyahısına salınmır. İstənilən vaxt liberonu istənilən oyuncu ilə əvəz edə bilərik. Yəni ehtiyatdan söhbət arxa zonanın oyuncularından gedir və bu hakimə bildirilmədən edilə bilər bu dəyişiklik. Amma digər dəyişiklik, digər əvəz etmələr mütləq ki hakimə məlumat verilməlidir və top oyundan çıxdığı zaman baş verməlidir bu əvəz etmələr, oyuncu əvəz etmələri. Servis başlamaları, əvəz etmə demişkən, bir də yer dəyişmə prosedurunu deyək. Yerləşmə dedik ki, meydanda yerləşmə saat əqrəbinin əksi istiqamətində olur. Yəni, saat əqrəbinin əksi istiqamətində düzülür. Bir saniyə ekranı göstərək bunu. Baxın, yerləşmə saat əqrəbinin əksi istiqamətindədir. Düzülüş ekranda şəkildə görə bilirsiniz. Amma yer dəyişmə hansı hallarda olacaq? Biz rəqib servisindən topu qəbul edib xal qazanmışıqsa, biz
yer dəyişimi edəcəyik. Rəqib servisindən topu qəbul edib biz xal qazanmışıqsa və yəni servis başlama hüququ almışıqsa, bu zaman bizim komandamızın daxilində yer dəyişmə baş verəcək. Və bu yer dəyişmə prosesi saat əqrəbi istiqamətində olacaq. Baxın, yəni nə deməkdir? 4 keçəcək 3-ə, 3 keçəcək 2-yə, 2 keçəcək 1-ə, 1 6-ya, 6 5-ə bu formada. Yəni saat əqrəbi istiqamətində yer dəyişmə bu formada baş verəcək. Bayaq dediyimiz həmin məsələ, əgər libero gəlib 5-ci mövqedədirsə və yer dəyişmə edib 4-cü mövqeyə keçməlidirsə, bu olmayacaq təbii ki. Libero əvəz olunur digər oyuncu ilə, həmin əvəz olunan oyuncu 4 nömrəli mövqeyə keçə bilir. Voleybolda topun çəkisi 260-280 qramdır. Çevrəsi 65-67 santimetrdir. Top meydan xəttinə düşərsə oyunda sayılır. Və hansı hallarda top belə deyək, servisə başlanılması üçün, servisin topun başlanılması üçün 8 saniyə qaydası var voleybolda. 8 saniyə ərzində servis başlanılmalıdır. Əgər servis zamanı hər hansı bir xəta olarsa və yaxud da ki, əsas məsələ fit verilməmiş, hakimin fiti mütləq səsləndirilməlidir. Hakim fitindən sonra servis, hakimin işarəsindən sonra servis başlanılmalıdır. Əgər hakimin fiti olmadan başlanılırsa, servis təkrar edilir. Əgər 8 saniyədən gec başlanılırsa, bu zaman servis hüququ və bir xal rəqibə verilir. Hakimin fitindən tez başlayacaqsa təkrar olunacaq. Yox 8 saniyəni keçəcəksə, həm servis başlama, həm də topu oyuna daxil etmə veriləcək rəqibə. Yəni bir xal veriləcək rəqibə. Başqa hansı hallarda xal qazana bilərik? Top rəqib meydançasında yerə dəyərsə, top rəqib oyuncusunun əlinə dəyib meydandan çıxarsa, blok qoyma zamanı dedik, yəni top rəqib meydançasına düşərsə və rəqib servis atmada xəta edərsə, yəni deyək ki, rəqib servisi başladı, top setkiyə dəyib öz meydançasına düşdü, bu zaman biz xal qazanırıq və servis başlama hüququ qazanırıq voleybolda. Voleybolda udana 3 xal, ucuzana 0 xal verilir. Voleybolda heç-heçə olmur müəllimlər. Heç-heçə yoxdur. Əgər hesab 3-0 və 3-1 olarsa, 3 xal qalib 3 xal qazanacaq. Yəni məğluba 0 xal. Əgər hesab 3-2 bitərsə, qalibə 2, məğluba 1 xal veriləcək. Yəni bu nə deməkdir? 5-ci setin oynanılması deməkdir. Yəni 5-ci set artıq oynanılacaqsa, qalib 2 xal, məğlub 1 xal alacaq. 5-ci set 15 xala kimi oynanılacaq müəllimlər. Digər setlərimiz 25 xala kimi oynanılır və 2 top üstünlüklə qələbə qazanmaq lazımdır mütləq. Yəni hər setdə mütləq 2 xal, yəni minimal göstərici budur, 2 xal üstün olan qalib gələcək. Əgər bu minvalla hesab 25-24 olarsa və 2 xal üstünlüyü əldə olunana qədər oyun uzanır, yəni oyun davam etdirilir. 2 xal üstünlük əldə olunana qədər. Voleybolda time-outlar. Hər məşqçi 2 dəfə, hər setdə 2 dəfə time-out götürə bilər. Yəni, əgər bir oyun 5 setdən ibarət getsə, 5 set oynanılsa, bu deməkdir ki, bir komanda 10 dəfə time-out götürə bilər. Və eynisini, yəni rəqib tərəfə də aiddir. Ona görə test sual qoysa bizə, hansısa bir formada bizi çaşdırmağa çalışsa, hər iki komanda diqqətlə oxuyuruq. Hər iki komanda deyirsə, hər iki komandanı hesablayacaq. Yəni bir komandanı başa düşdük ki, 30 saniyəlik 2 dəfə time-out götürə bilərəm hər setdə. Yəni buna uyğun hər iki komanda deyəcəksə, hər iki komandanı hesablayacam və yaxud da ki, vaxtını soruşacaqsa, vaxtını hesablayacam.
Texniki time-outlar artıq yoxdur. Yəni beynəlxalq görüşlərdə artıq texniki time-outlar olmur. Ona görə texniki time-outlar haqqında da məlumat verməyək və hər hissələr arasında interval deyirik. Buna vaxt fasiləsi deyək. 3 dəqiqəlik interval var hər hissə arasında voleybolda. Bu 3 dəqiqə ərzində komandalar yerlərini dəyişirlər. Meydanın silinməsi və digər prosedurlar yerinə yetirilir 3 dəqiqə fasilə ərzində. Və 3 dəqiqədən sonra bütün komandaların heyəti tam yerindədirsə, hakim oyunu bərpa eləyir, yenidən oyun başlanılır. Oyun başlanılır, oyunun komanda heyəti yerindədirsə dedik. Bu halda zədələnmələr olarsa, əgər oyun gedişində zədələnmə olarsa və əvəz etmək üçün hər hansı bir şansımız yoxdursa, yəni ehtiyatda da oyuncumuz yoxdursa, 3 dəqiqə gözlənilir. Hakim 3 dəqiqəni gözləyir. Əgər belə deyək, zədəni bərpa etmək mümkündürsə, oyunu başlaya bilirsə, oyun davam edəcək. Xeyr, əgər mümkün deyilsə, bu zaman həmin komandanın sayı natamam hesab olunacaq. Yəni heyət natamamdır və komandaya texniki məğlubiyyət veriləcək. Komanda oyuna gəlməzsə, komanda oyun zamanı, oyun gedişində oyundan imtina eləyərsə, oynamaqdan imtina eləyərsə, bu kimi hallarda komandaya texniki məğlubiyyət verilir. Əgər komandanın oyunun başlanğıcında ümumiyyətlə oyuna gəlmirsə, bu hal və yaxud oyundan aşkar formada imtina eləyirsə, bu halda komandaya texniki məğlubiyyət və hesab 3-0 olaraq qeyd olunur. Bütün setlər 25-0 olaraq yazılır və ümumi hesab 3-0 olaraq yazılır. Yəni 3 set udub rəqib. Bu formada yazılır. Amma bir hal var ki, bu halda bizim qazandığımız hallar silinməyəcək. Hansı haldır? Oyun gedişi zamanı. Məsələn, dediyimiz bayaq bir nümunə dedik. Komandamın hansısa bir oyuncum zədələndi və ehtiyat deyək ki, biz öndəydik. Bizim komandamız öndəydi, amma mənim deyək ki, əvəz etmək üçün heç kimim yoxdur. Əvəz etmək yoxdur, ehtiyat belə deyək, kimsə oyuna sala bilmirəm və bu zaman komandam texniki məğlubiyyət alacaq. Rəqib komanda üçün qalib gəlməyə nə qədər xal lazım idisə, həmin xallar yazılacaq rəqibə və mənim xallarım olduğu kimi qeyd olunacaq protokolda və rəqib texniki məğlubiyyət alıram, rəqib qələbə qazanır. Deyək ki, bir seti lap mən udmuşdum, A komandası olaraq biz udmuşduq. İkinci setdə lap belə qabaqdaydıq, hələ deyək ki, hesab 16, rəqib 12 idi. Amma əvəz etməyə heç kimim olmadı. Texniki məğlubiyyət almalıyamsa, mənim 16 xalım da qalır. O birinci setdə qazandığım bir setim də qalır. Yəni bu set yazılır 25-16, ikinci set və digər xal setlərdə 25-0. Yəni rəqib üçün qalib gəlmək üçün neçə xal lazım idisə, həmin xallar rəqibə yazılacaq. Texniki məğlubiyyət kimi bunlar. Oyunda hakimlərdən deyilməlidirsə, hakimlər meydanı 4 hakim, minimum 4 hakim idarə etməlidir beynəlxalq görüşlərdə. Bir baş hakim, əsas hakim, bir köməkçi hakim və 2 yan xət hakimləri meydanı idarə etməlidirlər. Əsas hakim və köməkçi hakimlər fitdən istifadə edə bilərlər. Yəni digər yan xət hakimlərində fit demək olar ki, yəqin olmur. Onlarda bayraqlar hakimə oyun prosesində köməklik edirlər. Topun meydanda olması və digər hakimin görmədiyi epizodlarda hakimə dəstək olurlar. Amma əsas və baş hakim və köməkçi hakimdə fitdən oyun gedişində istifadə edirlər. Meydan oyuncularına verilən kartlar. Sarı kart xəbərdarlıqdır. Qırmızı kart oyuncunu oyundan kənarlaşdırmaz, amma rəqibə bir xal və servis hüququ qazandırar. Əgər sarı kartı və qırmızı kart üst-üstə qoyulub verilərsə, həmin oyuncu həmin setdən kənarlaşdırılacaq.
həmin setdən kənarlaşdırılır. Əgər sarı kart və qırmızı kart hərəsi bir əldə oyunçuya göstərilərsə, həmin oyunçu ümumiyyətlə oyundan kənarlaşdırılacaq. Bu da adətən daha kobud qayda pozuntular zamanı oyunçulara ciddi xəbərdarlıq kimi göstərilən bir cəza növüdür. Yəni, üst-üstə qoyulub veriləcəksə, hissədən kənarlaşdırılacaq. Qırmızı kart veriləcəksə, bir xal rəqibə və servis haqqı qazandıracaq. Sarı kart sadəcə xəbərdarlıqdır. Ayrı-ayrı bir sarı kart əldə, bir qırmızı kart sağ əldə, biri sol əldə oyuncuya göstəriləcəksə, oyuncu ümumiyyətlə oyundan kənarlaşdırılacaq. Deməli, voleybolla bağlı, əvəz etmələrlə bağlı dedik, hakimlərlə bağlı dedik. 5 nömrəli topla oynanılacaq. Topla bağlı dedik, 5 nömrəli topla oynanılacaq. Belə müəllimlər, voleybolla bağlı sualınız varmı? Nəsə qaranlıq qalır, nəsə varsa siz deyin. Ola bilər hansı epizodlar yadından çıxar. Sualınız var mı müəllimlər? Aha. Deməli, o kart məsələsini bir də haşiyə izah edin. Qırmızı kart oyundan setdən kənarlaşdırılır. Xeyr, qırmızı kart oyundan kənarlaşdırma anlamına gəlmir. Qırmızı kart verilirsə hansısa bir oyuncuya, komandaya, yəni rəqib komandaya servis başlama və bir xal veriləcək. Qırmızı kart zamanı rəqib komandaya servis başlama hüququ verildi və bir xal yazıldı rəqib komandanın hesabına. Amma qırmızı kart və sarı kart üst-üstə qoyulub verilirsə, həmin oyuncu hissədən kənarlaşdırılır. Həmin hissə oynaya bilməyəcək. Hissədən kənarlaşdırıldı. Yəni yerinə ehtiyatdan başqa digər oyuncu gələcək. Əvəz etmə olacaq, amma yəni necə deyirlər, bu olacaq natamam əvəz etmədə. Yəni digər oyuncu gələcək və bu bir daha həmin hissədə oyuna girə bilməz. Sarı kart və qırmızı kart hərəsi ayrı-ayrı əldə tutulub oyuncuya göstərilirsə, bu artıq həmin oyuncu ümumiyyətlə oyundan kənarlaşdırılır. Oyun ərzində bir də oyuna girə bilməz həmin oyuncu. Hə, aydın oldu. Ən ağır cəzadır demək, o üst-üstün ayrı-ayrı əldə olduqda. Bəli. Aydın, çox sağ olun. Siz də sağ olun. Başqa sual varsa deyin. Olur, mən birdən hansısa bir yadından çıxar, qaranlıq qalan nəsə varsa deyin. Müəllim, bir də voleybolda texnika 2 cür olur da, hücum və müdafiə o haqda dedim. Bəli. Voleybolda hücum və müdafiə, texnika 2 cür olur. Texniki fənd deyərsə bunun sayı 5 kimi yazılıb ediləcək. Amma hücum texnikası və müdafiə. Bir də blok qurmalarla bağlı deyim sizə. Blok qoymalar deməli fərdi və qrupbalı blok qoymalar olacaq. Blok qoymalar neçə cür olsa, növ deyirlərsə, fərdi və qrupbalı blok qoyma. Fərdi aydın məsələdir, bir nəfərin tək başına qoyduğu blok zamanı mütləq ki, əl topa torun üst səviyyəsində, tordan yəni yuxarıda toxunmalıdır. Blok zamanı əl rəqib tərəfə keçə bilər. Toxunuş zamanı bu qayda pozuntusu deyil. Yəni havadaykən rəqib tərəfə keçə bilər. Sadəcə məsələ nədir? Rəqibə mane olmamaq şərti ilə, yəni rəqibə hansı bir toxunuş etməmək şərti ilə rəqib tərəfə keçə bilər. Bu qayda pozuntusu deyil. Tora toxun. Baxın müəllim, salam. Salam müəllim, salam. Bağışlayın, biraz gec qoşuldum müəllim. Buyurun müəllim. Baxın müəllim. Bəli. O blok qoyma zamanı əl tora dəyə bilər. Blok qoyan oyunçunun. Xeyr, əl tora dəyməyi ümumiyyətlə qayda pozuntusudur, amma torun üst səviyyəsinə rəqib tərəfə keçməyi qayda pozuntusu deyil. Tora toxunma, rəqib tərəfə əlim keçirsə rəqib tərəfə, bu qayda pozuntusu deyil. Amma tora istənilən toxunuş qayda pozuntusudur. Tora toxunmaq olmaz. Cəzası nədir? Bir xal və servis başlama rəqibə veriləcək. Buyurun. Müəllim, siz buyurun. Bir də libero oyunu haqqında bir məqam deyim. Fəxri müəllim, libero elə belki arxa zonada
torun üstündən gələn topu da, aşağıdan gələn topu da qəbul eləyə bilər. Ancaq birinci ona da aşağıdan gələn topu götürə bilər də. Belə anlamı var da. Libero belə deyək, bir növ müdafiəçidir, bir növ qapıçıdır. Yəni libero hücumçu deyil. Ona görə deyirik ki, libero ön zonada oynaya bilmir. Liberonu ön zonada topu qəbul eləyə bilər. Yəni topu rəqib tərəfə də keçirə bilər ön zonada. Amma top belə deyək, bu tullanaraq olmamalıdır. Yəni top torun üst səviyyəsindən mütləq ki aşağıda olmalıdır ki libero topu qəbul eləsin və ya topu rəqib tərəfə keçirsin. Yəni götürmə eləmədən özü keçirə bilər də torun üstündən. İkinci götürmə eləmədən. Bəli, keçirə bilər. Amma bu element tullanaraq sıçrayış elementi ilə olmamalıdır. Yəni torun üst səviyyəsindən aşağıda olmalıdır. Bəs arxa zonada necə? Arxa zonada üstdən də arxa zonada da onun kimi. Libero hücum zərbəsini belə deyək, tullanaraq hücum zərbəsi endirə bilməz. Eyni qayda arxa zonada. Libero hücum zərbəsi endirə bilməz. Arxada da ötürmə də verə bilər, amma zərbə də, yəni topu rəqib tərəfə keçirə də bilər. Amma hücum zərbəsi endirə bilmir. Yəni torun üst top, məsələ odur ki, top torun üst səviyyəsindən aşağıda olmalıdır. Aydın. Şahsen müəllim, Bəli. bir də bağışlayın, orada bir incəliydim, müəllim bir dənə onu başa salarda. Məsələn, libero, müəllim, hücuma gedə bilməz də, yəni. Bəli. Şahsen müəllim, bəs yaxşı bu yer dəyişmə olanda saat əqrəbində, libero bəs hücuma getmir, onda deyəsən əvəzlənmə olur, müəllim. Onu bilmək istəyirdim. Libero deyək ki, gəldi, yer dəyişmədi. Libero 5 nömrəli mövqedə ekranda görürsünüz. Libero 5 nömrəli mövqeyə gəldi, çatdı. Bu zaman artıq 4-cü yer dəyişmə olub, libero 4-ə keçməlidir də. Bu zaman bu baş vermir. Libero əvəzlənir. Libero əvəzlənir ehtiyatdan, yəni bir oyunçu gəlir, keçir 4 nömrəli mövqeyə. Çünki deyirik ki, liberonun əvəzlənməsi bizim ümumi əvəzlənmə limitimizə daxil deyil. 3,6 tamam əvəz etmə limitimiz ki var. Liberonun əvəzlənməsi istənilən qədər oyunçunu istənilən vaxtda liberonu çıxardıb sala bilərəm oyuna. Yəni bu mənim tam və yaxud natamam əvəz etməyimə heç bir təsir göstərmir. Libero əvəz... Onda əsaslı müəllim, belə çıxır ki, libero çıxandan sonra müəllim, elə bir ki, bir də təzdən 4-3-2, sonra qayıdır arxaya da, yəni müdafiəyə qoşulur təzdən. O dəyişir arxa ilə, müəllim, arxa oyuncu ilə. Bu məşqçilərin taktikidir bu. Adətən top qəbulu zamanı, yəni rəqib biz servisi başlayan zaman, deyək ki, biz servisi başlayan zaman libero oyuna daxil olunur. Ki, axı hücum topu qəbul eləyib, düzgün hücum quracaq tərəf rəqib tərəfdir, yəni zərbə endirəcək tərəf rəqib tərəfdir. Bu zaman libero oyuna daxil edilir. Libero oyun gedişi zamanı, nəinki libero, ümumiyyətlə yer dəyişmə ki deyirik, yer dəyişmə zamanı istənilən oyunçu, yəni oyun gedişində, daha doğrusu oyun gedişində istənilən oyunçu istiqamətini yerini dəyişə bilər, mövqeyini dəyişə bilər. Amma artıq ki hücum ki bitdi, deyək ki hücum oldu, hücum bitdi, kim hardaydısa orada qaldı, düzdür? Yəni artıq yer dəyişməni eləyə bilməz. İndi məsələ nədir? Tutaq ki, biz artıq rəqib servisi başladı və biz topu qəbul elədik, düzgün hücum qurduq və xal qazandıq. Hə, bu zaman artıq kim harda dayanmışdı? Yer dəyişmə olacaq. Məsələn, 4-3-ə, 3-2-yə, 2-1-ə. Yəni gələcək hara servis başlamağa, 2 nömrədəki duran. Bax, bu 2 nömrənin yerində duran 2-1-ə servisi başlamağa. Və eyni istiqamətdəki libero həmin vaxt 6 nömrəli mövqedə idi. Libero keçir 5-ə. Düzdür? Topu başladıq, libero hələlik durub 5-də. Amma oyun başladı, artıq oyun getdi. Libero yenidən gəlib 6 nömrəli mövqedə və yaxud da ki 1 nömrəli mövqedə dayana bilər. Oyun gedişində, yəni topu orada qəbul eləyə bilər. Bunda məhdudiyyət yoxdur. Və yaxud da ki gedib ön qəbul eləyə bilər. Çox üzr istəyirəm müəllimlə, şans verir. Buyurun, Rəsul müəllim. Fəxri müəllim, yeni qaydalarda libero. Ümumiyyətlə yer dəyişmək, servis
Səssiz fikirli müəllimə. Yeni qaydalarda yer dəyişmə əgər servis bizdədirsə, onun heç nəyə aidiyyatı yoxdur. Yəni Tutaq ki, mən libero oyuncusuyam, birdən oynayıram və ya 5-dən. Bir də ki, üzr istəyirəm, bunu da deyim, libero oyuncusu diaqonalları qoruyur. Bayaq Səyyad müəllim təxmin elə bir sual verdi. Yəni çox adam elə bilir ki, libero 6-da oynayır. Xeyr. Libero əsasən oynayır 5 və 1-də. Niyə? Çünki hücum əsasən əgər 4-dən əgər 4-dən oynayırsa bu diaqonalı bağlamalıdır. 2-dən oynayırsa yenə də diaqonalı 1-dən bağlamalıdır. Yəni yeni qaydalarda bir neçə qayda var, istəsiz deyərəm, yəni sözün bölüşülməsin. Yer dəyişmələr ümumilikdə əgər servis bizdə hüququ bizdədirsə, heç bir fərqi yoxdur. Tutaq ki, 3-ün oyuncusu 2-dən öndə ola bilməz qaydası var da, əgər top rəqibdədirsə. Amma əgər servis bizdədirsə, 3-2-dən də qabaqda ola bilər, 2-3-dən də yanakı ola bilər. Yəni 6-dan 5 və ya 1 fərqi yoxdur. bəli, topu biz başlayırıqsa. Bəli, əgər servis bizdədirsə, yer dəyişmədə heç bir dəyişiklik fərqi yoxdur. Yəni harda kim istəyir oynaya bilər. Bəli, biz də onu dedik. Yəni libero arxa tərəfdə, yəni Səyyad müəllim soruşurdu ki, hara dayanmalıdır? Rəsul müəllim daha açıqlaması ilə dedi. Bir də yeni dəyişilən qaydalarda ümumiyyətlə bədən üzvü yalnız tabandan başqa rəqib meydançasında hətta uzana da bilərsən. Yalnız tabandan başqa. Amma əsla daban yarım santda belə keçməməlidir. Əgər daban yerdən qalxdı və ya hətta pəncə keçib daban yerdən qalxdısa da xal rəqibindir. Hə, meydanın rəqib. Bir də dabanı Oradan çox maraqlıdır. Bir də dabanı yadda saxlamaq lazımdır vəsailə. Çünki mən o günləri bir test işlədim müəllim. O sizə dedim, ödənişli test. Orada voleybolçunun blok qurma zamanı çevrilib sol ayağının daban hissəsinin keçidini orada işarə elədi. O sualda mən bilirdim ki, yanlışlıqdır da. Yəni fakt bu sual düşmüşdü. Bu da mütləqdir. Bunu da yadda saxlayaq. Bir də dabanı yadda saxlayaq. Dabanı yadda saxlayaq. Bizə daban keçməsin. Başqa istəyirsən yıxıl onun polyasına. 2 metr boyu olsun adamın, yıxılsın onun polyasına, amma dabanın qalsın öz meydançasında, oyun davam edir. Aydın. Mən axşamınız xeyir. Axşamınız. Bəs Rəsul, mənim yadımdadır, biz yarışa gedəndə biz niyə yerimizi dəyişirdik? İndi deyirsiniz daha öyle şey yoxdur, hə müəllim? Yeni qaydalardır, bəli. Kəmalə müəllimə, ümumi olaraq yer dəyişmə prosesinin heç nə olmayıb. Yer dəyişmə var. Sadəcə servisi biz başlayanda meydan oyunçularının yerləşməsindən söhbət edir. Rəsul müəllim onu izah edirdi. Meydan oyunçularının yerləşməsində problem deyil. Yəni iki arxada onu mən də bilirəm. Rəsul müəllimlə biz həmişə elə deyildik. Onu başa düşdü ona dediyimə. Əla. Mən bu gün müəllim, Fəxri müəllim test işləyirdim. Elə Rəsul müəllimlə müzakirə elədik, bayaq sağ olsun, aydınlıq verdi. Orada müəllim biraz test səhv idi. Deyir ki, müəllim, bir komanda maksimum neçə dəfə time-out götürə bilər? Orada cavab 10 idi. Onda belə çıxır ki, Rəsul müəllim, 4 dəfə 2-8, yəni 4 dəfə 2-8, tie-breakdə də ikisini götürə bilərik də, onda belə çıxır. Bəli. Bəs dedim, 15-dən oynayanda yer dəyişmə olur 8-dən. Həmin yer dəyişmə bir dəfə sən 8-ə qədər, sonra yer dəyişmə eləyəndən sonra da bir dəfə də təzədən götürə bilirsən. Ümumilikdə 10 dəfə götürə bilirsən də. Amma müəllim maksimumda orada bir dənə testdə, başqa testdə 30 dəfə. Yəni bir məşqçi 30 dəyişiklik eləyə bilər, bağışlayın. Yəni 8 hər hissədə 6 dəfə də müəllim. 5 hissədə 6 vuranda 30. 30 natamam əvəz etməni eləyə bilər. Natamam, natamam. 3 tam, bir hissə, necə ki deyirik, bir hissədə 3 tam, bir setdə 3 tam 6 natamam əvəz etmə. Yəni hesablayırsan, sadə bir hesabdır da bunlar. Onda 30 tam, Fəxri müəllim, 15 tam, 30 natamam. Bəli, yəni əgər 5 set oynanılacaqsa. 5 set oynanılacaq, bildim müəllim. Bunu bir dənə qarşılaşdırdım, bayaq. Başqa kimin sualı var deyin. Rəsul müəllim buradakən cavablandıraq. Rəsul müəllim bizim həm voleybol məşqçimizdir, həm də peşəkar voleybolçudur. 4 hakim var. Bəli, müəllim. Əsas meydançada 4 hakim var. Bəli.
Amma ümumilikdə 8 hakim olur voleybolda. 8 bəli. Təxminən Rəsul müəllim, meydançada 6 olmur müəllim. Niyə 6? Yox, əsasən indi müəllim, bildim, yəni sən 4 yan xətt hakimlərini deyirsən, o əvvəl idi. İndi əsasən üzbəyiz hakim. yox, baş hakim yox, birinci hakim, ikinci hakim gedir olar. Bəya fəxri müəllim olardı hər ikisində də. Onlar düz Rəsul müəllim bu. Yox, problem yoxdur. Birinci hakim, ikinci hakim onlar əsasən siqnal işarəsi əsas qərar verən əlbəttə ki, birinci hakimdir, ikinci. Yəni bunların istəsiz mən deyərəm kim nəyə nəzarət edir, onları da deyə bilərəm. Birinci hakimin, yəni ola bilər bəlkə də testdə düşəcək, birinci hakimin əsas bütün qaydalara verdiyi qərar qəbul olunur. İstəyir səhv versin. Məsələn, yan xətt hakimi göstərsin, bayrağı out göstərsin, birinci hakim meydan versin, onun qərarı qərardır. Bəli. Yəni bu dəqiqdir. İkinci hakim isə əgər topu oyuna rəqib komanda daxil edirsə, rəqib komanda artıq ikinci hakim yer dəyişməyə nəzarət edir. Və birinci hakimə işarə verir. Çünki birinci hakim axı o topu oyuna daxil edən oyunçunun ayağına baxmalıdır, tapdalayır, xətti tapdalanmır. O riski həmin anda sağ tərəfə baxa bilmir axı. İkinci hakim isə yer dəyişmələrə nəzarət edir və birinci hakimə fitnə işarə verir. Bunlar arasında bu işlər göstərilmişdir. Onun da əlində tutulur, demək ikinci hakim. Bəli, birinci və ikinci hakimdə olur. Əla. Sonra Müəllim, o ikisi arxada durur, Rəsul müəllim. İkisi də bu tərəfdə də, ikisi bir komanda. Ümumi 8 hakimdir. Qanunda belə götürülür, amma hal-hazırda ikisi hər şeydə ixtisar olduğu kimi təəssüf ki, bu idmanda da ixtisara salınır. Amma rəsmi olaraq 8 hakim, yəni 4 yan xətt hakimi gedir. Birinci hakim, ikinci hakim, hakim katib və hakim məlumatçı. əslində Rəsul müəllim deyir ki, beynəlxalq görüşlərdə əlavə olaraq, yəni necə deyirlər, ehtiyat hakim deyirik də. Bu ehtiyat hakimlər mütləq olmalıdır ki, İndi onları elə bir şey eləyib. Amma ümumilikdə yenə də 8 hakimdir. bəli, 8 hakim. Amma faktiki olaraq bizə düşsə ki, meydançada neçə hakimi 4 olur. Bəli. Çox vaxt orada çaşdırırlar ki, voleybol oyununda meydançada neçə hakim tez götürüb 8, orada cavab 8 verir. Axı 8 olmur axı. Bu hakim katib olsun, nə bilim hakim, Ehtiyat hakim. inspektor olsun falan. Bunlar meydançı hakimlər deyil. Bəli. Rəsul hocam, bəs orada müəllim birinci dərəcəli hakim, ikinci dərəcəli hakim üzbəüz. Necə?